dərmanların qiymətinin bahalaşmağının bir neçə səbəbi var. Hər rüblükdə dərmanların qiymətinə Tarif Şurası yenidən baxır, müəyyənləri bahalaşır, müəyyənləri düşür aşağı qiymət. Ancaq bu ilin başında yenə Tarif Şurası başqa şeylərlə bağlı olaraq bir dərmanlara yox, ümumiyyətlə hər şeyin qiymətinə yenidən baxır və bu barədə öz saytında yerləşdirib. Hardasa 130-150 adda dərman preparatının qiymətində dəyişkənlik var. Bunlardan bəzilərinin qiyməti bahalaşıb, bəzilərinin qiymətində də 2-3-4-5 adda olan dərman var ki, bunların qiymətində enmə müşahidə olunur. Dərmanların qiymətinin bahalaşmasının əsas səbəbindən biri dünyada gedən iqtisadi problemlərdir. Bildiyiniz kimi xam mal tapılmır, müharibə gedir bütün çox ölkələrdə, böyük güclər bir-birindən vuruşur. Ona görə də dərman bazarına da təsir göstərir. Bax, həmin bu iqtisadiyyatda da inflyasiyanın getməsinə, qiymətlərin qalxmasına, müəyyən məhsulların vaxtı-vaxtında çatılmamasına, çatdırılmamasına görə dərman preparatlarının qiymətinin bahalaşmasına səbəb olubdur. Onunla bərabər enerji daşıyıcılarının qiymətinin qalxması, logistik xərclər, vergilərin müəyyən miqdar qalxması, yəni bax, bunların hamısı dərmanların qiymətinin yavaş-yavaş, yəni hissə-hissə bahalaşmasına gətirib çıxardır. Bu səbəblərdən biri də ki, bizdə yerli dərman zavodlarının olmaması. Təzə bir neçə dənə zavodumuz açılıbdır. Hələ bunlar da demək olar ki, yalnız bioloji əlavələr istehsal edir. Yəni molekul şəklində dərman preparatlarını istehsalından hələ də demək olar ki, tam surətlə məşğul deyil. Ona görə bizə gələn dərman preparatlarının, yəni molekul dərmanlardan gedir söhbətdə. Bunların hamısı xaricdən gətirildiyinə görə yerli istehsalımız demək olar ki, yox səviyyəsində olduğuna görə, biz asılı olduğumuza görə xarici bazardan, ona görə biz dərmanların qiymətlərinə nəzarət edə bilmirik. Təsisatda problemlər yaranır. Yerli bazar olsa rəqabət olar, xaricdən gələn dərmanların qiymətinə nəzarət edən firmalar məcbur olar onu aşağı qiymətə satsın. Elə dərman preparatları var ki, bir dəfə Tarif Şurası tərəfindən 2010-cu ildə qiymətləndirilib, hələ onların heç birinə dəyilməyib. Məsələn, antibiotiklərin çoxu heç qalmır. Ancaq ürək damar sisteminə təsir göstərən dərman preparatları var. Onlardır, ondan sonra həzm sisteminə təsir edən dərman preparatlarıdır, uroloji dərman preparatları, əsas molekul dərman preparatları Tarif Şurası baxıb, bəzilərinin qiymətləri müəyyən miqdar bahalaşıbdır.